Gecənin qaranlığında səssizcə səmaya qalxan o qaranquşlar vətənimizin sükut içindəki keşikçiləridir. Onlar səssiz uçur, amma düşmən üçün ildırım kimi çaxır. Hər uçuş bir qoruma, hər dönüş bir zəfər əlamətidir. Azərbaycan ordusunun qaranquş adlandırılan pilotsuz uçuş aparatları vətənin sipərlərinin ən müasir, çevik və təhlükəsiz silahlarından biridir. Bu sistemlər 44 günlük vətən müharibəsində önəmli rol oynayıb, düşmənin müdafiə xətlərini, texnikasını və hərbi bazalarını dəqiq hədəflərlə məhv edib. Qaranquşlar real vaxtda məlumat toplayaraq komandanlığa dərhal ötürür. Bu da əməliyyatların daha düzgün və az itki ilə icrasına imkan yaradır. Onların əsas məqsədi əskərlərimizi qorumaq və düşməni məsafədən məhv etməkdir. Azərbaycanın müdafiə sənayesi bu texnologiyaları daim təkmilləşdirir, yerli mühəndislərimiz tərəfindən hazırlanan modern sistemlər artıq beynəlxalq səviyyədə tanınmağa başlayıb. Qaranquşlar həm gündüz, həm gecə, istənilən hava şəraitində yüksək dəqiqliklə fəaliyyət göstərir. Onlar kəşfiyyat, müşahidə və zərbə funksiyalarını eyni anda icra edə bilir. Hər bir uçuşun arxasında yüzlərlə saatlıq hazırlıq, təlim və texniki nəzarət dayanır. Bu sadəcə bir cihaz deyil, vətənin gözü, səssiz sipər idi. Uçuş mərkəzlərində gənc operatorlar yüksək məsuliyyət hissi ilə vətənin səmalarını qoruyurlar. Onlar üçün hər saniyə dəyərlidir. Çünki o saniyə kiminsə həyatını xilas edə bilər. Azərbaycanın bu texnoloji uğuru müasir döyüş meydanında balansı dəyişdirən əsas faktorlardan biridir. Qaranquş sadəcə bir dron deyil, milli qürurumuzun, gücümüzün və birliyimizin simvoludur. Hər dəfə o səmada qanad çalanda vətənin nəfəsi duyulur, xalqın güvəni hiss olunur. Vətənin sipərləri bu sadəcə bir ad deyil, xalqın sarsılmaz iradəsinin, əskərin sədaqətinin və millətin texnoloji yüksəlişinin adıdır. Ordumuzun qaranquşları, bu torpağın səssiz qəhrəmanları, gələcəyin müdafiə qalasıdır. Onlar var olduqca səmamız azad, torpağımız toxunulmaz qalacaq.